Hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Bir neçə gün əvvəl ad günümdə olan o xoşagəlməz görüntülərə görə hər birinizdən üzr istəyirəm. Heç xoş olmadı mənə də. Çünki uzun illərdir ki, heç kimin məclisində mən yersiz hərəkətim olmayıb, ola da bilməz. Bir daha hər birinizdən üzr istəyirəm. Gərək ki, olmazdı. Çox təəssüflər olsun. Şimdi çaydan rasyon edemem. Vüsal Əliyev. Nə yaxşı doğulmusunuz, nə yaxşı siz varsınız. Mən də sizi yaxından tanıyıram. Əsl o deyilir, bəy. Bəy oğlu bəysiz. Ağayana bir kişisiz. Verilişlərimdə də olmusunuz, dəfələrlə. Hamının hayküyü olub, hamının aqressiyası olub, hamısının yersiz sözü, yersiz hərəkəti, gülüşü olub hayküylə. Amma siz bunların hamısını gözləmişsiniz. Hamısını gözləmişsiniz. Həmişə biz də komanda olaraq, ekip olaraq demiş ki, Vüsal Əliyevdən yoxdur. Əzim Vüsal Əliyev, 50 yaşınız mübarəkdir. Bəlkə də yeganə müğənnisiz ki, hamı özünə yubiley keçirir, doğum günü keçirir. Bu belə söhbətlər belə çox olmur. Nə oldu? Hər baxırıq sizin doğum gününüzdən, ad gününüzdən 50 yaşınızı qeyd etdiniz də, yubileyinizi. Elə hey paylaşırlar. Belə oldu, qarşıdurma yarandı. Ən çox da Kəmalə Günəşli pul qoydular bura. Kəmalə Günəşli pul qoydular bura. Birinci, niyə üzr istəyirsiniz? Üzr istəməli adamlar qalıb kənarda. Siz nə etmişsiniz? Dəvət etmişsiniz, şənləniblər, oynayıblar. Hələ o içənlər, ağıllarını itirənlər arada görüb ki, qadınlarda buralar açıqdır. Yəni, şərait yaradıblar qadınlar. Ola bəziləri, onlar da kişi də içib, gətirib pulu bura qoyub. Burada nə var ki? Kəmalə Günəşli orada bir fayda işlətdi. Bilmirəm, bilir, rasxod dilənmə, patxod dilənmə. Kəmalə Günəşli yaxşı olsaydı əlini tutardı bura, deyərdi, ay kişi, çəkil kənara. Görürsünüz, kefi kökəldi, dedi, ya dedi, mənə patxod dilənmə, ya rasxod dilənmə. Burada siz niyə üzr istəyirsiniz? Vüsal müəllim, Vüsal Əliyev, siz nə etmişsiniz? Orada nə baş verib? Baş verənləri kimlər varsa orada onlar baş verdirib. Siz verdirməmisiniz başı ki? Yenə də deyirəm, Kəmalə Günəşlinin ürəyicə olmasaydı, o spirtli içki qəbul edəni əlini itəlib atardı kənara. Əksinə, çox xoşbəxt idi, çox da razı qaldı. Dedi ki, özünüz də eşidir, ya dedi, rasxod dilənmə, ya patxod dilənmə. Demədi ki, ay kişi əlvi hara qoyursan, pula hara edirsən, düzdür, üzr istəməyin. Hər şey yaxşı idi, hər şey gözəl idi. Kim edib? Özünə edib. Siz heç nə etməmişsiniz. 50 yaşınız mübarək olsun, yubileyiniz. Öpürəm sizi. Gözəl insan Sarı Səfra Bahadırdan sənə təbriklər.